Salam ərz eləyəm əziz dostlara. Həmişə siz üçün təkid eləyəm ki, coğanları iki səxrənin divarəsində gələklər. Ərzişli coğanların dəstəsindəndir. Və həmişə deyəm ki, heç mövqə belə coğanların dibindən rahatçılığından soğuşmayız. Səxrənin divarəsində bir gözəl coğan varımızdır. Bu coğan biz üçün casaz verək. Pəs bunu o coğanları görsünüz. Həmişə ətrafın dəqiqən bərrəsi eləyiz. Baxız görürüz coğan səxrənin hansı quşəsində gəlibdir. Bu şişlidə bir dənə balaca səxrə varımızdır və coğanımız təqribən səxrənin böyründə gəlibdir. Əndazəsinə də baxsınız, görəcəksiniz ki, bu coğan təqribən bir məmuli piyala əndazəsindədir. Coğanlar iki piyala ya kəsə əndazəsində gələklər. Ərzişli coğanların dəstəsindəndirlər. Təraşı da kamilən müşəxxəsdir. Bu qismətdən görsədiyim. Baxız, kamilən təraşlanmış. Coğan iki əlinlə təraşlanıbdır və təbiidir. Əlavə bərinki ləbələrin və böyürlərin gələk təraşı ola. Gələk kəfin də təraşı ola. Və əgər baxsınız, bunun kəfini də təraşını görəcəksiniz. Xop, bu bizim coğanımız. Bu cür şəraitdə coğanı görəndən sonra həm gələk yeri bərrəsi eləyəsiniz. Yəni coğanın ətrafın və ruberusun həminki səxrədən dəqiqən test-testədə alasınız. Bunu o coğanlar həm məzara işarə edə bilərlər, həminki casaz verə bilərlər. Uzaq məsafətə işarə eləməzlər. Neçə qədəm öz ətrafın gələk bərrəsi eləyək. Bunlar təbiidir. Və əgər baxsınız, görəcəksiniz ki, bizim casazımız o quşədən açılıbdır. Dəfinə gizlədənlər səy eləmişlər ki, casazları səxrənin saf qismətində çıxardalar. Yəni səxrənin xəşən qismətində məhvəzə cürramaymışlar. Və o qismətləri ki, saf imiş, ya əgər safda olmasaymış, bəzi qismətləri təraş verəymişlər və saf çıxardaymışlar. O illətə görə ki, məhvəzədə dəfinəni gizlədəndən sonra üzünə suaq çəkələr və məlatla bunun saf qapağını tutalar. Əgər casaz çox bərcüzsə şiklində olsaymış, mütməyindən tezliklə lo gedərmiş. Ona görə casazı saf qismətlərdə çıxardaylar. Bu qismətə baxız. Səxrənin bu qisməti kamilən safdır. Bu casaz bu cür qismətlərdə də ola bilər. Vəli səxrənin tinində və xəşən yerlərində casaz gəlməz. Pəs bu da bir dənə zərif nüktədir ki, casazları test eləyəndə karuza gələr. Bir saf qismətdə bir də varımızdır. Baxız, adam deyir ki, bu bir mürəbbə şişlidə qapaqdır. Kamilən də qapağa oxşay. Əgər qapaq olsa, pəs test-testədə alsaq, gələk boşluq səsi verə. Heç quna boşluq səsi verməyik. Bu mürəbbə yerin səsi. Bu da səxrənin adlı yeri. Pəs bu dərpuş ola bilməz. Deyə biləm ki, bu biz üçün polomnəmə imiş və Allahdan nöqtədir. Bəlkə əsli nöqtə orada istidar olmuşmuş. Və həman doğru ki, müşahidə eləyirsiniz. Bir gözəl casaz buradan açılıbdır. Bir yekə casazdır. Mütməyindən bunun içində də çoxlu vəsail ola bilərmiş. Və əgər diqqətli baxsınız, görəcəksiniz ki, bu qismət dərpuş imiş.
və dərpuşi bu qismətdən açıblar. Bu da casazın içi. 2 yekə bir casazdır. Bu gözəlliğə. Bu bir dənə təraşə deyil. Təraşə bağçayın müşəxəs olay. Məsələn, bir də dostlar, zoğanı müşahidə edəndən sonra ətrafındakı bir cür istilah çalalar olay. Bunları zoğanı ilə iştiba tutaylar. Əgər bu, məsələn, o qismətdə olsaydı, şayət bir də dostlar karıxaydı və pişirələydi ki, bu, onlar üçün o cəhətdə məsir verək. Vəli gərək təraşələri tanıyasınız. Bunlar təbiidir. Məsələn, bu bir dənə şiar ola bilməz. Çünki şiarın həm kəpün, həm ləbələrin gərək təraşı kamilən müşəxəs ola. Bunlar kollən təbiət işidir. Bu da təbiət işidir. Vəli əl təraşəsi bağçayın kamilən müşəxəs olar. Bir miqdar gün düşək. Bilməyəm dəqiq görəysiniz ya yox. Biraz sayə salım. Baxız. Kamilən müşəxəsdir ki, bu bir dənə əl təraşəsidir. Və casazı təqribən 3 metr böyründən açılıbdır. Bu da təbiət işidir. Bunlar hamısı təbiət işidir. Baxız, bizim bu casazımız çay suyun üstündə gəlibdir. Hər yerdə faşlara su olsa, mühüm məhvətələrdən ola bilər. Çünki qədim dəfinə gizlədənlər əksərən səy eləymişlər ki, suların dibində dəfinələrin gizlədələr. Çünki suyun olmağı behtərin nişanə və behtərin faştor imiş o mühit üçün. Bu qismət bir saf məhvətədir. İhtimali də ola bilər ki, bu qismətdə hətta qəbrimiz də ola və qəbrimiz boş qəbr ola və əmbali orada gizlədilər. Əlbəttə bu bir dənə fərziyyədir. İhtimali vardı ki, burada bir oturaq yeri olaymış. Vəli dərkol bu qismət bir gözəl casazdır və mütməinnən buradan dəfinə təxliyə olunubdur. İndi siz üçün bir dənə də təraşə göstərəcəyəm ki, o təraşədə bu casaza işarə eləymiş. Bizim bir nişanəmizdə bu nişanədir. Və baxsız, görəcəksiniz ki, bu əl təraşəsidir. Bu bir dənə yekə əyaq rəddidir. Əyaq rəddi vaxtı səxranın divarəsində gəlsə, çoxdər polomba işarə eləyər. Bu əyağın baş tərəfi, bu qismətdə daban tərəfi. Eynə bir tablo rahnıma təkin. Biz üçün casazın yerin görsədəymiş. Yəni deyək ki, casaz səxranın divarəsində ola bilər. Və o coğən deyə bilirəm ki, biz üçün bir təsbitidir. Casazın təsbitisi. Əvvəl nişanəmiz bu nişanədir. Və o nişanəmiz təsbiti ya axır nişanəmizdir. İnşallah ki, bu video siz üçün məsmədə səmər vaqe olmuş ola. Yenə də gələn videoda görüşərik. Ya həq.